Salam hörmətli izləyicilər, xoş gördük sizləri RTV kanalında. Əziz izləyicilər, bugün biz çox gözəl bir salat hazırlayacağıq. Belə deyərdim, yaz görünüşlü. Bunu əziz izləyicilər yaz üçün edirik, yəni güllü çiçəkli bir salat olacaqdır. Həm də tamı gözəl, düzdür. Siz istəsəz ərzaqları başqa cür eləyə bilərsiniz. Sadəcə biz bəzəmək üçün, yəni üzərini necə bəzəyəcək onu göstərəcək və bizdə də salatın tərkibi belə deyək də kanalımızda var, sıvağa salatıdır. Onun tərkibi kimi gedəcək. Çünki biz o salatı çox sevdiyimizdən hər dəfə o elə tərkibini elə eləyirik. Siz digər tərkiblərlə eləyə bilərsiniz. Yəni ərzaqları başqa cür salat eləyib üzərini biz bəzədiyimiz kimi bəzəyə bilərsiniz. Deməli əziz izləyicilər, bunun üçün bizə nələr lazım olacaq? Soğutma bişib sürkədən keçirilmiş kartof, toyuğun döş əti soğutma bişib didilib, Holland pendiri sürkəşdən keçirib, xırda doğranılmış alma. Almanı çalışın yaşıl alma edin, çünki o çox qaralmır. Ondan sonra xırda doğranılmış soğan, qoz ləpəsi, yumurta və mayonez lazım olacaq. Siz istəsəz başqa bayaq dediyim kimi tərkibdə eləyə bilərsiniz. İndi götürürük, bunları hazırlayırıq. Deməli əziz izləyicilər, belə bir qab qoyduq. Onun üzərinə ilk öncə kartofumuzu tökürük. Kartof kraxmal olduğundan bir-birinə pişib və hər tərəfinə belə deyərdim yayırıq. Belə bir qabda əziz izləyicilər, həmişə layla salatı bax belə bir dəmir qabda edin. Onda yaxşı alınacaqdır. Çünki o yaxşı edir salatımızı. Bax belə hər tərəfinə bu silikondur. Bax belə qaşıqla edək. Bax belə etdik. İndi üzərinə kartofa həmişə çoxlu duz vururuq. Çünki duzu olmadığından və mayonezimizi əlavə edirik. Və hər tərəfinə beləcə baxın yayırıq. Belə yaydıqdan sonra digər ərzaqlarımızı qoyuruq. Çalışıb soğanı və almanı bir eləmək lazımdır və əlimizdən də belə tutaq, tökə bilərik üzərinə. Bax belə. Və üzərinə almamızı. Almanın soğan xüsusi belə deyərdim tam eləyir. Ona görə elə biz belə eləyirik. Hər tərəfinə yaydıq. Yenə bir damcı mayonez əlavə edib yenə bulayımızı bax beləcə mayonez deyirik.
Belə. İndi deməli əziz izləyicilər, yumurtamızı tökürük. Bax belə. Yenə də mayonez və yenə belə edirik. Belə. Biraz da tuz əlavə edirik. Və toyuğumuzun döşətindən biraz əziz izləyicilər altdan qoz ləpəsi səpirik. Bax belə. Bax belə. Ondan sonra toyuğumuzun döşətindən də əlavə edirik. Bax belə. Və yenə mayonez. Və hər tərəfinə yenə yayırıq. Beləcə hər tərəfinə yayırıq. Və sonuncu yenə də ayımız, alma. Bax belə almamızı edirik, qalan soğanımızı edirik, nə qalıbdır. Bax belə soğan və qoz ləpəsi. Belə hər tərəfinə səpirik. Belə. Yenə axırıncı bir damcı mayonez edib, axırda pendirimizi qoyub və başlayacağıq belə deyək, bəzəməyə. Belə elədik. Və üzərinə sonuncu belə deyək, pendirimizi əlavə edirik. Belə hər tərəfinə. Bu da bax beləcə oldu.
İndi əziz izləyicilər biraz göy götürüb başlayırıq bunu bəzəməyə. Deməli əziz izləyicilər, ilk öncə bax beləcə açağın. Gözün necə gözəl salatımız alındı. İndi başlayırıq bunu belə bəzəməyə. Yəni yaz kompozisiyası veririk. Bir de buket halına salırıq və üzərinə indi deyəcəm necə güllər qoyuruq. Bax belə. Elədikdən sonra əziz izləyicilər, deməli pendirlərdən bax belə. Bizdə xüsusi belə marsipan kəsmək üçün belə şeylər var. Belə deyək də, gül kəsmək üçün pendiri kəsmişik. Bax belə basırıq. Bundan kəsirik. İndi bilənlər bilir. Deməli pendirə belə batırırıq. Sonra kəsir. Bax belə fasonda güllər çıxır. Yəni bax belə güllər eləmişik. Yəni bax gördüyünüz kimi baxın görün necə gözəl. Və üzərinə belə qoyuruq. Görürsünüz əziz izləyicilər. Baxın belə. Baxın belə indi pendir də şey olduğundan, eyni rəng olduğundan ona görə biraz beləcənə. Gördünüz əziz izləyicilər, necə gözəl alındı. Bax belə əziz izləyicilər, gördüyünüz kimi artıq yaz kompozisiyamız hazır oldu. Belə gözəl, belə deyərdim, salatımız hazırdır. Beləcə hazırlayın və üzərini belə bəzəyin və süfrənizə qoyun. Görün necə gözəl alındı. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun. Videolarımıza like qoyun. Sağ olun, salamat qalın.